Uzun arzular. Bu insanın uzun müddət ömür sürəcəyinə inanması, mal, ev, mülk, ailə və s. davamiyyətli olmasına rəğbət bəsləməsidir. Belə bir sifətə mübtəla olan insan biraz düşünsə, ölümün gəlişi üçün xüsusi bir vaxtın və yerin, gənclik, qocalıq, yay, qış, ev və ya səfər kimi qeydlərin olmadığını anlayar. Məyər insan hər gün cəmaatın vəfat etmiş öz yaxınlarını dəfn etdiyini, onların ruhu üçün matəm mərasimi qurduqlarını görüb və ya eşitmirmi? Məyər günlərin birində onun üçün belə bir məclisin qurulacağını bilmirmi? Həmçinin insan bir an içində fəqirə çevrilən varlıları, yataq xəstəsinə çevrilən sağlam və güclü bədənə sahib şəxsləri, yalnız qalmış ailə və qohum-əqraba sahiblərini görmürmü? Uca Allah buyurur: ذرهم يأكلوا ويتمتعوا ويلههم الأمل فسوف يعلمون. Qoy onlar bir müddət yeyib içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.